Atalar yaxşı deyib. Qızıldan bəxtim olunca, quruca taxtım olsun. Bu dəyərli və hikmətli sözləri qədim torpaqlarımızdan olan Samuğa tam şəkildə şamil etmək olar. Çünki bir vaxtlar Mingəçevir su anbarının tikintisinə, konkret desək Mingəçevirin bir sənaye şəhərinə çevrilməsinə qurban gedən Samuğun adı indi yalnız kağız və dəmir parçalarının üzərində qalıb. Elə Samuğun adının yaşadılması üçün də Mingəçevir şəhərindəki küçələrdən birinə Samuq adı verilib. Amma bu küçəyə nədənsə yerli qurumlar qıyğacı münasibət sərgiləyir. Adı çəkilən küçədə bir sıra həlli vacib ciddi problemlər var. Bunu biz yox, sakinlər deyir. Baxmayaraq ki, Mingəçevirdə son aylarda aparılan yenidən qurma işləri diqqət çəkir. Mingəçevir şəhərinin Samuq küçəsində sakinlər hər gün təhlükə ilə üz-üzədirlər. Bunun səbəbi əslində Mingəçevirin müvafiq yerli qurumlarına tam aydındır. Sakinlərin müraciəti əsasında apardığımız çəkiliş zamanı həmin təhlükənin nədən ibarət olduğunu yerindəcə lent aldıq. Sürətlə şütüyən yük və mini avtomobilləri Samuq küçəsində yaşayanların rahatlığını tam şəkildə pozub. Sakinlərin mövcud problemlə bağlı etdikləri yazılı və şifahi müraciətlərə isə Mingəçevirdə baxan yoxdur. Bir-iki gün axşam üstü gəlib burada nəzarət eləsələr, görərlər bu hindiki təzə çıxan texnika burada nə qiyamət. Nə qədər yük gedir. Burada dayanmaq mümkün deyil. Ayağın altında yer əsir. Bizim ömrümüzün axırıdır. 2 il yaşayacağım, 1 il yaşayacağım bunlarla. Məndən sonra nəsil yaşayır. O dəmiri aparıb sənə göstərəcəm. Oldu. Keçən maşınlar sürətlə çox güclü keçir, evləri çatladır, müəyyən belə ötmələr eləyirlər. Orada znak qoyublar ki, ötmək olmaz, bir-birini gedib vurur, o şkalanı qırır. Bax, belə işlər var. Burada ona görə də burada biraz qanun qayda yaxşıdır. Maşınlar çox sürətlə sürürlər. Əsas geçə maşınlardır. Qum daşıyan maşınlar hamısı burayla işləyirlər. 80-90 sürürlər. Qabağına bir dəfə mənim bir heyvanımı vurulur, öldürübdü burada. İndi uşaq olsaydı, böyük olsaydı, yəni vurub öldürəcəkdi. Znak qoyublar, qay znak qoyubdur. Amma ki, znaka baxan yoxdur. Radar qoysalar bura, bəlkə onda bu problem düzələr. Sakinlərin dediyinə görə dəfələrlə burada təhlükəli vəziyyət yaranıb. Avtomobillər qəza vəziyyəti törədərək evlərə çırpılıb. Hətta bir neçə il öncə sürətlə hərəkət edən mini avtomobili yoldan çıxaraq həyətin giriş qapısının yanında əyləşən qadının həyatına son qoyub. Bu evin divarında isə küçədə sürətlə şütüyən yük dolu avtomobillərin yaratdığı silkələnmə nəticəsində çatlar əmələ gəlib. Ən ciddi problemlərdən biri də küçə boyunca işıqlandırma sisteminin olmamasıdır. Sakinlər deyir ki, Samuq küçəsi gecələr zülmətə qərq olur. Sovet hakimiyyəti zamanında bastırılan bu işıq dirəkləri isə artıq öz ömrünü çoxdan başa vurub. İşığımız yoxdur, uşaqlar məktəbə gedir, məktəbdən gəlir. Valideyn hər gün anaları aparır, qoyur, gəlir. İşıq yoxdur. Bir 30 metro, hər küçədə və evin qabağında işıq olsa, lap yaxşı olur. Bu boyda küçədə bir dənə işıq yanmır. Hər bir 50 metrədən bir işıq stolpası var, yəni 200-də biri də yanır. Hər kişi içəri girəndə yandırır, çölə çıxanda yandırır. Amma bu da bir küçədir. Samuq küçəsi sakinlərinin problemlərinə aydınlıq gətirmək üçün Mingəçevir şəhər icra hakimiyyətində əsaslı təmir və tikinti şöbəsinin müdiri Arif Musayev iş başında olduğundan onunla telefon əlaqəsi yaratdıq. Biz işıqlandırma problemi bizim planımızda, mənə verilən tapşırıqda, o küçə ilin əvvəlinə bölüləndə Samuq küçəsinin işıqlandırılması nəzərə alınır. Alınmayıbdır. Ora sizin balansınızdadır, değil mi? Yol yox. Yol əslində Nəqliyyat Nazirliyinin balansındadır. Bəs küçənin işıqlandırılması... Özündən istəliyib, qırağa turlayıb onu deyirmiş. Yox, işıqlandırılması bəs sizin balansınıza aid deyil mi? Yox, işıqlandırma bizim balansa aid deyəndə, əgər balanslı olana işıqlanır. Həm elə belə şəhər eləyən belə. Orada vətəndaşları üçün olduğu üçün. Arif Musayevin cavabı məsələyə aydınlıq gətirmədiyindən Mingəçevir şəhər icra hakimiyyəti başçısının müavini Əli Qəniyevin münasibətini öyrəndik. Aydındır. Yox, o işıqla da məşğul olacaq. Orada səkilər də düzələcək, gediş-gəliş səkələri də. Amma bir gün onu eləyə bilmirik, çünki saat okulda yoxdur. Biz şəhərin əsas girişidir,
Yol yəni yaxşı vəziyyətdədir. Biz özümüz də orada çəkiliş aparmışıq, çox gözəl yoldur. Amma Yox, maşın indi vətəndaşların müraciəti etinasız ya laqeyd yanlışlıqlar bilməz. Axı müraciət ediblərsə vəziyyətə baxacağıq, imkan daxilində o köməklər olacaq. Hər halda yerli qurum olaraq şəhər icra hakimiyyətinin rəsmisi problemin həlli üçün vacib addımların atılacağını deyir. Ancaq Samux küçəsinin diqqətdən kənarda qalması inkişaf etməyi qarşısına məqsəd qoyan bir şəhərin icra strukturlarını hərəkətə gətirməlidir. Rəhman Əsədov, Şaban Cəfərov, Elmir Həsənov, LTV Mingəçevir.